İzləyiciləri, bugün sizlərlə mix sertifikasiya tipli belə bir sualın izahlarını bölüşmək istəyirəm. Sualda deyir ki, ana, ata və 5 uşaqdan ibarət bir ailə dəyirmi masa ətrafında əyləşir. Ana və atanın yanaşı oturma, yəni yan-yana oturma ehtimalını tapın. Birinci, təsəvvür edin ki, 5 uşaq, bir də ata-ana, 7 nəfər edər ata, ana və uşaqlar. Bunların dəyirmi masa ətrafında belə deyək, əyləşmə hallarının sayını tapaq, yəni mümkün halların sayını. Mümkün halların sayı 2 və 5, 7 nəfərdən ibarətdir. Biz bilirik ki, dəyirmi masa məsələlərində 7 çıx 1 faktorial yazacaq. Çünki bir hal yenə də əvvəlki haldan üst-üstə düşdüyü üçün 7 çıx 1 şəklində götürürük. Digər tərəfdən, bunun bizdən istədiyi əlverişli hallar bəs nədir? Əlverişli hallarda onu deyir ki, elə eləyin ata-ana yan-yana otursun. Baxın, ata-ananı yanaşı götürmüşəm. Əgər ata-ana yanaşı oturursa, bunları bir fərq kimi sayırıq, ata və ana. Və digər uşaqları yanaşı düşsəm, bunları dəyirmi masa ətrafında 5 uşaq və bunları da bir nəfər saysaq 6 nəfər olur. Amma dəyirmi masa ətrafında əyləşirlərsə, 6 çıx 1 faktorial olacaq. Vurulsun. Bəs bu ata-ana öz aralarında yer dəyişə bilərmi? Bəli, dəyişər. Yanaşı düşsələr belə öz aralarında yer dəyişərlər. Ata ilə ananın öz aralarında yer dəyişmə belə deyək, halı 2 faktorial. O zaman ehtimal nəyə bərabərdir? Məxrəc 6 faktorial, surət 5 faktorial, vur 2 faktorial. 6 ilə 5 gedəcək, 6 qalacaqmı? 6 da 2. Bunu da ixtisar aparsaq 3'də 1. Deməli, sualımızın cavabı oldu 3'də 1. Sağ olun.